Hər kəsi salamlayıram. Mən Bərdənin Xəsili kəndindəyəm. Arxamda gördüyünüz bax bu zəhmətkeş, dövlətimizin, dövlətçiliyimizin daima arkasında duran, yanında duran Xəsili cəmaatının bir qismidir. Xəsili cəmaatının bir qismidir. İndi bəziləri işlədir, güzdədir, ora-bura. Amma ümumi Xəsili kəndinin cəmaatının adından danışmaq istəyirik. Bir dənə əvvəl bu çayı göstəririk. Qaynayan bax. Hə, o qaynayanı da göstər, zəhmət olmasa sözümüzə davam edəcəyik. Göstərdin? Çevir. Deməli, Xəsili kəndinə gələn Qarabağ kanalından, doğrudur? Qarabağ kanalından ayrılan, Hacallı kəndinin içindən keçib gələn Xəsili kəndinə gələn çaydır bu çay. Hacallı kəndi ilə Xəsili kəndi bilməyənlər üçün deyirəm, qonşudur. Ləmbaran kəndidir, mənim kəndim Xəsilidir, Hacallıdır, Bəcravandır. Bunlar hamısı qonşu kəndlərdir və qohum kəndlərdir. Təəssüflər olsun ki, Hacallı kəndinin bir qrup insanı, 100-ə yaxın insanı böyük bir ferma açıblar, düz çayın üstündə, yəni bu kəndə gələn çayın üstündə. Deyirlər, burada bizi Bağdadda kör xəlifə. Bax, bu kişilərin şikayət eləmədiyi 15 ildə ünvan qalmayıb. Bərdənin İcra Hakimiyyəti bu məsələni bilir. Ekologiya Nazirliyi bu məsələni bilir. Polis bu məsələni bilir, qardaş. Bu kişilərə günahlayan yoxdur. Dabaq xəstəliyi deyirsə, bax, dabaq xəstəliyi bax, bu cür mənşəyi bilinməyən sulardan düşür. Təsəvvür edin, Hacallı kəndindən bu kəndə nə axıb gəlir? Heyvanın nəcisi, insanın nəcisi, it leşi, siçovul leşi. Deməli, bu insanlar, mən ümumi Hacallı kəndi haqqında danışmıram ha. Hacallıda o ferma işi ilə məşğul olan, o bordağında yüzlərlə heyvan saxlayan və bax bu gözəl insanlara qənim kəsilən həmən Hacallı sakinlərinə demək istəyirəm ki, birinci növbədə sizə ayıb olsun. Bu dünya, bu Azərbaycan sizin deyil. Kimlərisə bədbaxt eləyib özünüz milyon qazanmaq kişilik deyil. Bir vicdanınız olsun, öləsiniz, o yığdığınız da yeyə bilməyəsiniz. Allaha and olsun. Bu bunun insani tərəfi. Qaldı ki, qardaş, bunun dövlət tərəfinə. Bizim cənab prezidentimiz, Allah canını sağ eləsin, daima sadə vətəndaşların rifah halına yüksəlməyi üçün əlindən gələni eləyir. Yaxşı, bizim prezidentimiz əlindən gələni eləyirsə, kənd təsərrüfatına bu boyda dəstək olursa, bax bu kişilər, bu insanlar hərəsi bir evin başçısıdır, bir ailə başçısıdır, dövlətin yenə deyirəm, dövlətçiliyin yanında olan şəxslərdir. Bu adamlar niyə boynu bükük qalıblar? Niyə? 100 nəfər qanuni mi, qeyri-qanuni mi, 100 nəfər pullu adam gəlib kanalın üzərində. Bax, yenə deyirəm, Xəsili kəndinə gələn kanalın üzərində. Fermasını tikib və məni göstər zəhmət olmasın. Sistemin də elə qurub ki, o heyvanın nəcisi əslində qaşınmalıdır və daşınmalıdır da. Bunlar elə bir sistem qurublar, indi o sistemi də sizə göstərəcəm, hal-hazırda görürsünüz o sistemi. Birbaşa turbalarla, qardaş, axıdırlar bura. Axıdırlar suya, suyun gününə bax. Bu suda artıq qurbağa da yaşamır, kənd sakinləri dediyinə görə. Bu suya əlin vuran xəstəlik tapır, allergiya, qaşınma. Qardaş, o qida təhlükəsi deyilən bir dəsə var da, o qurum var. Gedib o qəssabların, o yetim qəssabların anasını ağladır. Sizi hər gün sosial şəbəkələrdə görürük. Qida təhlükəsinə də müraciət edirəm. Hara baxırsınız? Hara baxırsınız? Və əlavə olaraq bir şey demək istəyirəm. Deməli, bu qardaşlardan biri siz idiniz, hə? Deməli, bax, bizim bu qardaşımız Ekologiya Nazirliyinə şikayət edib və Ekologiya Nazirliyindən bu adama birbaşa hansı quruma gəlib? Birbaşa Ekologiya Nazirliyinin Yaxın suvarma sistemindən, polisimizdən, icra başçımızdan 4-5 dənə orqandan elə bir qətnamə çıxıb ki, mənim şikayətimə əsasən bütün turbalar çıxarılıb. Turba nədir? O kanalizasiya turbaları, o fermalardan axan kanalizasiya. Güya, deməli, Ekologiya Nazirliyi Bildirib ki, bu iş həll olunub. bildirib ki, bu iş həll olunub. Yəqin onu da alladıblar. Nazirliyi alladıblar. Yerli orqanların hansısa, bu işə aidiyyət olan orqanlarsa, əminəm ki, Nazirliyi alladıb ki, biz o turbaların ağzını bağladıq və kənd cəmaatına təmiz su axır. Bir dənə baxın, hə, vicdanınız olsun, hə. Tüpürərəm belə çörək qazanmağa. Cəmaatı niyə bu günə qoyursunuz? İnsanların həyətindən axır bu su, bağını, bağçasını suarır. Üzr istəyirəm, insan nəcisi, heyvan nəcisi, bütün gün axır. Bax, nə abırdadır bu? Qardaşlar, nə sözünüz var? Bax, dövlətimizə əsas. Mən Bərdənin birinci icra başçısına da xahiş edirəm, bir vətəndaşı kimi. Mən də bu elin obanın oğluyam. Kaş bizim rayonda, bizim bölgədə belə bir problem olmasın. Bərdənin icra başçısına şəxsən özüm sual verirəm, mənim heç kimdən qorxum yoxdur. Qardaş, hara baxırsan? Bax, mənim üzümə bax, bu əçkini də çıxardım. Hara baxırsan? Bax, bu cəmaat sənin cəmaatındır. Mən bir dənə xahiş etsəm olar. Buyur, olar. Ənvər müəllimdən xahiş eləyək, yəni bu sözümüz ona çatsın, bizə köməklik göstərsin o kişi. Deyir ki, yetimlər atasıdır, nə bilim, kasıbın yanındayam, o sözü o kişidən eşitmişəm. Qazilərimizin, şəhid belə ailələrin həmişə arxasında olub. Bu gün də biz ondan çox-çox xahiş edirik, Xəsili cəmaatının bir dənə bu problemini həll edəsin. Və bu problem 15 ilin problemidir. Yeri gəlmişkən onu da qeyd eləmək istəyirəm ki, siz burada icra nümayəndəsi, bələdiyyə nümayəndəsi görmürsünüz. Elə bilməyin ki, biz dəvət eləməmişik. Dəvət eləmişik. Hər birisinə şəxsən özüm zəng eləmişəm. Bu kəndlər birləşik kənddir. Hacallı, Bəcravan və Xəsili. Üçünə bir bələdiyyə sədri seçilib, adı Rafael müəllimdir. Mən Rafael müəllimə zəng vurdum. Təkid elədim ki, qardaş, sənin kəndindəyik. Və bax, bu kənd sakinlərinin dediyinə görə Rafael müəllim aprel ayından fəaliyyətə başlayıb. Mənim o adamın heç bir düşmənçiliyim yoxdur, amma reallıq nədirsə odur. O adam hələ bax bu kənd sakinlərinin heç biri onun üzünü görməyib. Təsdiq edirsiniz qardaş? Bələdiyyə sədrini
Bir dənə Xəsili kənd cəmaatının biri görməyib. Mən özüm də zəif vurdum, dedi ki, xanımım əməliyyat olub, Allah şəfasını versin. Dedim, qardaş, əməliyyatı sən eləmirsən, həkim eləyir. 15 dəqiqəlik gəl, kəndinə qonaq gəlmişik. Gəlmədi. Hacalının icra nümayəndəsi, adı nə idi üzr istəyirəm. Hacalının icra nümayəndəsinə zəif vurdum. Dedi, bu gün şənbə günüdür. Biz şənbə bazar işləmirik. Bir də anam rəhmətə gedib, Allah anasından ruhunu şad eləsin. Anam rəhmətə gedib gələ bilmərəm. Dedim, o zaman nümayəndəni göndər. Bəlkə biz ona sual verərik. Dedi, nümayəndən şəhərdədir, sizlə əlaqə saxlayacaq. Yəni hər birisi, mən konkret deyirəm, şəxsi öz problemləri, öz dərdləri ilə uğraşırlar. Bax bu qara cəmaatın, açıq deyəcəm, bu qara cəmaatın problemini heç kim qardaş düşünmür, düşünmək də istəmir. Mənim videom aidiyyəti orqanlara ümid edirəm ki, çatacaq. Mən Ali Baş Komandanımıza müraciət edirəm. Siz qol qoymasanız, ölkədə vəziyyət o həddədir ki, ortada yüzlərlə idarə, təşkilat, müəssisə var. Amma sadə cəmaatın ümid yeri ancaq siz qalmısınız. Çünki ortadakı orqanlar səriştəsizdir. Bələdiyyə səriştəsiz, icra səriştəsiz, hər birisi, nə bilim, nümayəndəlik səriştəsiz, qida səriştəsiz. 15 ildir bu zulüm, 15 ildə bu kişilərin müraciət eləmədiyi, döymədiyi qapı qalmayıb. İndi iş güya məhkəmədədir. Məhkəmədə uzana gedir qardaş, cəmaat qırılır. Yox, biri həll olunub, güya həllini tapıb. Hə, güya həll olunub, həllini tapıb. Ölkədə dabaq xəstəliyi yayılıb. Axtarırsınız ki, görən bu dabaq xəstəliyi hardan yayılıb. Gəlin baxın da. Göstərəm də sizə. Bax, bu kəndə gələn. Can. Bu suyun bir qismi gedib çörə qoşulur. Kürə də qoşulur. Bəli, əlbəttə ki, Bu suyun bir xətti də gedib bax buradan axan suyun. Kürə qoşulur. Oradan da Bakı Sakinlər bayaq mənə deyir ki, burada kimisə, hansısa kişinin ayağı kəsilib, bu suya batıb, and ola Allaha olanı deyirəm. Və bu o adam bu sudan ölüb. İndi bilmirəm bədəndə nəsə allergiya verib, nə verib, o adam bu dünyadan köçüb. İnfeksiya, bəli. Bax budur vəziyyət. Son nə sözünüz varsa dövlətimizə. sudan analiz verib ki, Sudan desin analiz vermişik, 300 mikrob çıxır. 300 min. Sudan 300 dənə mikrob çıxır. Bir də ekoloji 300 min. 300 min mikrop. Yoxdur, heç bu suyu vəbşi qətiyyən qadağandır. Olmaz. Yəni kət təsərrüfatçı üçün də ziyanlıdır, amma biz məcburiyyətdən istifadə edirik. Ekoloji bilir. Belə başa düşürük ki, deməli bu adamlar şikayət edirlər. Hə, güya bu məsələ həll olundu. Mən sübut edə bilmərəm, amma düşüncəmi deyirəm. Yəqin ki, o fermerlər, o hərəsi 100-200 bordaq saxlayan həmin Hacallı sakinləri gedirlər hansısa orqana pullarını verib söhbəti bağlayırlar. 1-2 il məsələni uzadırlar. Yenə bu sakinlər təzədən təşvişə düşür, şikayət edir. Yenə aparıb 200 dənə heyvan saxlayır, hərəsi bir dənə heyvanı satıb aparıb pulu bağlayırlar da. Bu ölkədə yaşayırıq da hamımız. Buradakı gerçəkləri bilirik. Biabırçılıq deyil, Bərdə adına biabırçılıq deyil. Buna bax, Allah'ın olsun Bakıda kanalizasiya bu vəziyyətdə olur. Cəmaatın istifadə elədiyi suya bax ha. Mən ümid eləyirəm yenə. Ümid eləyirəm ki, bu məsələ bu videodan sonra həllini tapacaq. Vicdanı yatmış o orqanlar var, hansı ki bu məsələyə cavabdehdirlər. Həmin orqanların zərrə vicdanı varsa vicdanları tərpənəcək. Yoxsa tüpürüm onların da vicdanına. Bu qədər.